fevralın 16-sından 22-sinə qədər bütün bürclər üçün ulduz falını təqdim edirik. Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin növbəti 7 gün ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək. Həftənin əvvəlində sosial və kollektiv mövzular aktiv olacaq. 18 fevraldan sonra isə diqqətiniz daha çox şəxsi və emosional məsələlərə yönələcək. Ələskən qərar verməmək vacibdir. Uğurlu günlər 17-21 fevral, uğursuz günü 19 fevral. 16-22 fevral aralığında iş və məsuliyyət mövzuları ön planda olacaq. Həftənin sonuna doğru planlarınızda dəyişiklik etmək lazım gələ bilər. Maddi məsələlərdə ehtiyatlı davranmaq lazımdır. Uğurlu günlər 16-20 fevral, uğursuz gün 18 fevral. Bu həftə əkizlər üçün maddi gündəm dəyişə bilər. 18 fevraldan sonra emosional reaksiyalar artacaq. Düşünülməmiş sözlər sonradan problem yarada bilər. Buna görə də qəlb qırmamağa səy göstərin. Uğurlu günlər 19-22 fevral, uğursuz gün 17 fevral. Bu həftə maddi və güvən mövzularını diqqətdə saxlamağınız məsləhətdir. Həftənin ikinci yarısında intuisiya güclənəcək və qərar verməyə asanlaşacaq. Emosional balansı qorumaq vacibdir. Uğurlu günlər 17-21 fevral, uğursuz gün 19 fevral. Münasibətlərdə yeni dinamika yarana bilər. 18 fevraldan sonra qarşı tərəfin emosional mövqeyi daha həssas olacaq. Səbirli davranmaq vəziyyəti yüngülləşdirəcək. Maddi tərəfdən isə şirləri yaxşı həftə gözləyir. Uğurlu günlər 18-22 fevral, uğursuz gün 20 fevral. Gündəlik iş rejimi və məsuliyyətlər bu həftə bir qədər arta bilər. Həftənin sonuna doğru isə emosional yorğunluq hiss ediləcək. İstirahətə vaxt ayırmaq lazımdır. Sağlamlığınıza fikir verməyiniz məsləhətdir. Qız bürcünün nümayəndələri çox vaxt buna fikir vermir. Uğurlu günlər 16-21 fevral, uğursuz gün 19 fevral. Bu həftə yaradıcılıq və şəxsi maraqlar ön plana çıxır. 18 fevraldan sonra ailə və ev mövzuları aktuallaşa bilər. Qərar verməzdən əvvəl hər iki tərəfi düşünün. Münasibətlərdə qarşı tərəfin fikirlərinə laqeyd yanaşmayın. Uğurlu günləri 17-22 fevral, uğursuz gün 20 fevral. Qərəb ev və ailə ilə bağlı mövzularda dəyişikliklər gözlənilir. Həftənin ikinci yarısında ünsiyyət və informasiya axını artacaq. Sözlərinizi yüz ölçüb bir biçərək deməyiniz vacibdir. Uğurlu günlər 16-19 fevral, uğursuz gün 21 fevral. Bu həftə maliyyə və şəxsi dəyərlər mövzusu ön plana çıxacaq. Həftənin sonuna doğru emosional qərarlar vermək istəyə bilərsiniz. Praktik yanaşma üstünlük qazandıracaq. Uğurlu günlər 18-22 fevral, uğursuz gün 20 fevral. 16-22 fevral aralığında şəxsi qərarlar və imic mövzuları diqqət çəkir. 18 fevraldan sonra maddi məsələlər daha ciddi müzakirə tələb edə bilər. Risk etməmək məsləhətdir. Həftənin əvvəlində enerjiniz yüksək olacaq. Günəşin 18 fevralda bürcünü tərk etməsi ilə bir qədər sakitləşmə dövrü başlayacaq. Özünüzü yükləməmək vacibdir. Uğurlu günlər 16-18 fevral, uğursuz gün 20 fevral. 18 fevraldan sonra Günəş balıqlar bürcünə keçir və diqqət sizin üzərinizdə cəmlənir. Həftənin əvvəlində plan qurmaq, sonuna doğru isə hərəkət etmək daha məqsədə uyğundur. Emosional qərarları nəzarətdə saxlayın,